Selamünaleyküm. Deməli, bugün biz limfa vəzləri haqqında danışmaq istəyirəm və ümumiyyətlə limfa vəzləri və limfa damarlarının şişməsi və böyüməsi haqqında bizə çoxlu suallar gəlir. Və mən bunu istədim ki, inşallah 3 dərs edəyəm. Birincisi, deməli, boğazdan yuxarı, yəni kəllənin limfa vəzisi və limfa damarlarının təmizlənməsi, ikincisi bədənin təmizlənməsi və üçüncüsü isə ayaqların təmizlənməsi. Ümumiyyətlə, indi bugün birinci dərsimizdə inşallah, yəni boğazdan yuxarı baş hissədə limfa vəzlərinin və limfa damarlarının təmizlənməsi. Deməli, ümumiyyətlə limfa damarları və limfa vəzləri insan orqanizmində immun sistemin bir əlamətidir. Əgər, məsələn, tutalım bizim boğazımızda, indi bugün boğazdan danışırıq, bizim limfa vəzləri böyüyübsə, bu əllə əllənirsə və yaxud da göz ilə görünürsə, bundan təşvişə və həyəcana düşməyə gərək yoxdur. Çünki ola bilər, məsələn, insanın xəstə bir dişi var, xəstə bir boğazında böyümüş qlandulası var, haradasa bir infeksiya ocağı var ki, burada limfa vəzləri böyüyə bilir. Yəni, bundan həyəcandan düşməyə ehtiyac yoxdur. Bəzən daha çox uşaqlarda bu hallar baş verir və valideynlər çox narahat olurlar ki, burada nəsə bir onkoloji problem ola bilir. Mən indi onun ayrılıqda səbəblərini də bir deyim. Onkoloji böyümələrlə normal, yəni belə deyərdim ki, böyümələrin arasındakı fərqlər nədir? Əgər bizim dediyim kimi boğazımızda ağrı varsa, dişimizdə ağrı varsa, çən altında limfa vəzlərinin böyüməsi normal haldır. Yəni, bu bizim immun sistemimizin yaxşı bir vəziyyətdə olmasının əlamətləridir. Və yaxud da qalxanvari vəzimizdə problem varsa, yenə də qalxanvari vəz ətrafında bizim limfa düyünlərimiz böyüyəcəkdir. Biz bunlara deyirik reaktiv limfa düyünləri və yaxud da psevdo limfa düyünləri və yaxud da limfatik sahələr. Bunların heç biri onkoloji deyil. Və bu limfa düyünlərini əllə əlləyəndə əllənirlər. Yəni, hərəkət eləyirlər, əllənir və hərəkətləri də olur və bir-birlərinə də bitişmiş olmur, tək vəziyyətdə olur. Amma onkoloji limfa düyünləri isə bir-birlərinə çox vaxt bitişmiş olur və hərəkət məhdudiyyəti olur, hərəkət eləmirlər və ölçüləri isə 2-3 santimdən da çox böyük olurlar və heç vaxt da yatmırlar. Bəzən daha çox bizim valideynlərimizin uşaqlarına görə narahat olduğu limfa vəzlərinin böyüdükdən sonra əvvəlki vəziyyətinə qayıtmamasıdır. Yəni, bu da bir problem deyil, normal bir haldır. Yəni, limfa vəzləri, tutalım ki, bizim boğazımızdakı böyük boğaz gəlmə var, limfa vəzlərimiz böyüyüb və 10-15 gündən sonra boğazımız sağalır, amma limfa vəzimiz əvvəlki halına qayıtmır, biraz böyük ölçüdə qalır. Yəni, bunun da heç bir problemi yoxdur. Bundan da narahat olmayın və bu zaman-zaman ola bilər 3 aya, 5 aya tamamilə normal halına gəlib çatacaq. Bundan başqa mənim ən çox praktikada gördüyüm nədir? Arıq uşaqları olan valideynlər, yəni arıq insanlarda limfa vəzləri daha kəskin gözə çarpır və bu da həm insanın özünü və yaxud da ki, uşağın valideynlərini daha çox narahat edir. Bu da bir normal haldır. Çünki limfa vəzisi bizim dərimizin altında deyil. Limfa vəzisi bizim dərimizin altında, əlavə olaraq əzələ qatının altında olduğu üçün arıq insanlarda bu daha qabarıq özünü göstərə bilir və bundan da narahat olmağına dəyməz. Bu da belə. Keçək ki, limfa vəzlərinin vəziləri nədir və limfa damarları nədir? Bunun haqqında bir balaca məlumat verim. Ümumiyyətlə, limfa damarları, məsələn, bizim tutalım ki, qanımız bizim arteriyalardan gəlir, toxumalarımızı qidalandırır və oksijeni daha çox verdikdən sonra venoz qan sistemi ilə necə deyirlər, geriyə gedir, bizim qaraciyərimizə gedir. Amma təmiz qanın gəlməsi və çirkli qanın çıxmasından əlavə bizim toxumalarımızın özünün bir tullantısı olur. Və bax, bu tullantılar limfa damarları vasitəsilə gedir, bədəndən təmizlənir. Baxın, bunu siz praktikada hamınız görmüsünüz. Məsələn, elə insanlar var, qolunc olur, yəni kürəyində bir damar yoğunluyur. Və yaxud da ayağında bir damar yoğunluğu. Və yaxud da görmüsünüzmü fil ayaqlı bir insan, məsələn fil ayaq yazın belə,
fil xəstəliyi yazın, görəsiniz ki, adamın ayağı bax bu yoğunluğundadır. Bu deməkdir ki, bu insanların limfa damarlarında problem var. Yəni limfa damarların gəvşəməsi zəifləyib, bunun da müxtəlif səbəbləri ola bilir və damarlar şişir. Və bu zaman damarlar şişəndə insanda bir gərginlik əmələ gəlir. Məsələn, qulunc olur, nəfəs ala bilmir, kürəyinə batır və s. kimi hallar baş verir. Bu eyni zamanda bizim dilaltı vəzilərimizdə, tüpürcək vəzilərimizdə və boğazımızda da baş verə bilir. Məsələn, mən dəfələrlə çox görmüşəm ki, tüpürcək vəzisinin qoş xəstəlik şişi var, bu boyda şişib və limfa damarları da şişib, limfa vəziləri də şişib. Yəni bunu praktikada hamımız görmüşük. Bunların hamısının təbii yolla təmizlənməsinin bir neçə yolları var. Təbii ki, ümumiyyətlə tam da təmizlənməyə bilər. Amma əksər hallarda tamamilə təmizlənir. Ümumiyyətlə, limfa vəzisi böyüyübsə, limfa vəzisinin üzərinə masaj eləmək, sonra duzlu su qoymaq, sonra sodalı su qoymaq, sonra sıxmaq, masaj eləmək, bu kimi hallar eləmək olmaz. Limfa vəzisinin sadəcə olaraq üzünə biz yağ çəkə bilərik. Məsələn, qarazirə yağı çəkə bilərik, bağlamamaq şərti ilə. Çünki buna təzyiq vermək də olmaz. İsidilmiş günəbaxan yağı çəkə bilərik. Amma yenə dediyim kimi masaj eləmək olmaz. Təzyiq vermək olmaz. Məsəl üçün, ağız boşluğundan limfa vəzlərinin təmizlənməsi üçün çox gözəl bir üsul deyim sizə. Hər səhər durursunuz, rafinə olunmamış günəbaxan yağı alır və yaxud da ki, rafinə olunmamış zeytun yağı. Hər ikisi olar. Yaxşı olar, bir gün birini eləyəsiniz, bir gün birini eləyəsiniz. Məsələn, bir xörək qaşığı alırsınız ağzınıza və bunu ağzınızda 5-7 saxlaya bilsəniz 10 dəqiqəyə qədər saxlayırsınız. 10 dəqiqədən sonra tüpürürsünüz, ağzınızı təmiz udmursunuz. Bu 10 dəqiqədən sonra bir ağ rəhdə belə bir tüpürcəyə oxşayan bir şeyə oxşayacaq və bunu xaric edirsiniz. Bununla biz nəyi təmizləyirik? Məsələn, bununla biz tüpürcək vəzilərinin və tüpürcək vəzilərinin yollarında olan iltihabı və ağız boşluğuna açılan vəziləri və eyni zamanda ağız boşluğunda əmələ gəlmiş bir sıra bakteriyaları və patogen mikrofloranı biz bundan təmizləyirik. Və bunu məsələn biz 10 gün, 15 gün, hətta 20 gündə eləyə bilərik. Gündə bir dəfə eləməklə bunun heç bir problemi yoxdur. Əksinə bu bizim ağız boşluğumuzun mikroflorası üçün çox gözəl bir müalicə üsuludur və dediyim kimi ağız boşluğuna açılan bütün vəzilərin hamısının təmizlənməsi üçün ideal bir üsuldur. Niyə? Deməli, bitki yağları limfa vəzilərinin əmələ gəlmiş mayeni və limfa mayesinin özündə əridir. Yəni, özünə hopdurucu bir təsir göstərir. Və buna görə də, məsələn, tüpürcək vəzisində problem varsa, ideal bir yolu budur ki, dediyim kimi, gündə bir dəfə ağız boşluğuna 5-10 dəqiqə rafinə olmamış zeytun yağı və yaxud da rafinə olmamış günəbaxan yağını ağızda saxlayıb sonra tüpürmək lazımdır. Amma bununla paralel biz tutalım məsələn tüpürcək vəzisini və yaxud da boğazda qlandular zamanı böyümüş vəzilərin hamısının müalicəsində gündə bir dəfə yaxud da 2 dəfə bu vəzinin üzünə sadəcə olaraq qarazirə yağını çəkə bilərik. Çəkə bilərik, çəkmək lazımdır. Sadəcə olaraq qarazirə yağını çəkirik və heç nə eləmirik. Üstündən də bağlamırıq. Çox təəssüf edirəm ki, bəzən mən insanlara belə bir məsləhətləri verirəm. İnsanlar da gedir tam tərsini eləyir. Nə eləyirlər? Gedir 3-4 qat bint götürür, gah ki bu özündən bir ideya kəşf edir və yaxud da yaxşı bir iş görmüş olur. Bunu qarazirə yağına batırır, qoyur və şişmiş vəzinin üstünə. Mən bunu dəfələrlə görmüşəm, ona görə deyirəm sizə. Və üstündən də bu azmış bir dənə də bir salafan klonka qoyur və bunu da üstündən bağlayır. Hətta bunu bəziləri eləyir, axşam eləyir, səhər duranda görür ki, bütün dərisinin hamısını yandırır. Bax, belə hallara qəti yol vermək olmaz. Dediyim kimi, sadəcə qarazirə yağını çəkirsiniz, heç nə eləmirsiniz. Burada yeganə bir şey edəcəyimiz bir şey ola bilər ki, qarazirə yağını isidib çəksəniz əgər, bu daha yaxşı ola bilər. Çünki isidilmiş qarazirə yağı dəri məsamələrindən daha tez içəri keçə bilir və orada iltihabı proseslərə daha rahat təsir göstərə bilir. Deməli, ağız boşluğunu biz dedik, boğazda əmələ gəlmiş limfa vəziləri haqqında məlumat verdik, bunun xaricdən və daxildən təmizlənməsi haqqında məlumat verdik və bir də onu da dənizəvizə çatdırım ki,
boğazda əmələ gəlmiş limfa vəzləri, məsələn, qalxanvari vəzinin problemləridirsə, qalxanvari vəzin bununla paralel qalxanvari vəzinin özünə də müalicələr aparılmalıdır. Və bu qalxanvari vəzin xəstəlikləri haqqında bizim YouTube-da çoxlu məsləhətlərimiz var. Füzuli Hüseynov məsələn qalxanvari vəz yazıb, bizim məsləhətlərimizə qalxanvari vəz məsləhətinə baxa bilərsiniz. Və yaxud da boğazda daha nələr ola bilir ki, limfa vəzlərini böyüdə bilir. PTH dediyimiz bir hormon, parathormon qalxanvari vəzinin altında mərcimək boyda balacana bir vəzidir. Bax, bu vəzinin də iltihabı zamanı da PTH dediyimiz analiz yüksəlir və bu zaman da həmin vəzinin ətraflarında limfa düyünləri və vəzləri əmələ gələ bilir. Və bu zaman insan orqanizmində nə baş verir? Bu zaman insan orqanizmində kalsiumun miqdarı artır və yaxud da azalır. Çünki həmin o mərcimək boyda olan vəzlər bizim bədənimizdə kalsiumun nizamda qalmasına nəzarət edən bir vəzlərdir. Deməli, biz həmin qarazira yağını həmin nahiyələrimizə də çəkməklə parathormonun normal işinə təsir edici amillərdən biri də yəni bu ola bilir. Düzdür, daxili müalicələr də lazımdır, biri də bu ola bilir və bir də ümumi iltihab limfa vəzlərinin zamanı böyüyübsə əgər, limfa damarları şişibsə əgər, biz daxilə mütləqdir ki, biz daxilə iltihab əleyhinə antiseptik, antistatik təsir göstərən dərman bitkilərimizdən bir qarışım eləyək və bunun mən özüm məsələn praktikada dəfələrlə görmüşəm ki, ən ideal yolu indi aşağıda dediyim bir vasitədir. Bunu sizin nəzərinizə çatdırım və bunu da eləyə bilərsiniz. Deməli, gündə 3 dəfə 1 stəkan suya yarım çay qaşığı ut hindi, yarım çay qaşığı sarı kök qarışdırırsınız. Bunu bir 5 dəqiqə zəif odda qaynadırsınız. İliq olanda süzürsünüz bunu, iliq olandan sonra. Və bura bir dolu çay qaşığı bal qarışdırıb içirsiniz. Məsələn, bunu 10 gün, 15 gün, 20 gün də eləyə bilərsiniz. Hətta bir ayda eləyə bilərsiniz. Bu nəinki bizim boğazdan yuxarı bütün limfa vəzlərimizin problemləri zamanı, bu bizim bütün daxili orqanlarımızda əmələ gəlmiş limfa vəzlərinin ümumi problemləri zamanı çox faydalı bir müalicə üsuludur. Bizim bugün birinci dərsimiz başa çatdı. İnşallah ikinci dərsimizdə gələn həftə biz boğazdan aşağı, yəni köksümüzün, yəni bədənimizin limfa vəzlərinin təmizlənməsi haqqında məlumat verəcəyik inşallah. Ondan sonraki həftə isə ayaqlarımızda əmələ gəlmiş, dediyim kimi fil ayaq və s. xəstəliklər zamanı bədənin təmizlənməsi haqqında məlumat verəcəyik inşallah. Sağ olun, çalışın, sağlam olun, bizdə üçün davam edin.